Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Belə bir maraqlı məlumat çıxdı qarşıma. İstədim onu sizinlə də bölüşüm. Çünki bir çoxlarımızın marağını cəlb edəcək bir xəbərdir. Belə ki, sənədsiz evlərlə bağlı əhalini sevindirəcək bir məlumat paylaşılıb. Sənədsiz evlərlə bağlı iş xeyli dərəcə intensivləşib. Hazırda konsepsiya hazırlanır, artıq yekunlaşmaq üzrədir. Konsepsiya təxminən 100 min mənzilə amnistiya nəticəsində çıxarışların verilməsinə imkan yaradacaq. Bu sözləri Baku WS saytının açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, yaxın zamanlarda həmin konsepsiya təqdim oluna və təsdiqlənə bilər. Bu artıq həmin amnistiyanın reallaşması anlamına gəlir. Amnistiyanın reallaşması xeyli sayıda sənədi olmayan mənzillərin çıxarış almasına imkan verir. Prosesin elektron və çox sadə olacağı gözlənilir. Eyni zamanda amnistiya baxımından rüsumun da yüksək olmayacağı gözlənilir və bu artıq təhlükəli zonada yerləşməyən evlərə şamil ediləcək. Mərhələli şəkildə proses davam edəcək. Əvvəlcə 2001-ci ilədək sənədi olan mənzillərə baxılacaq. Neft burğuların yaxınlığında, yüksək gərginlikli elektrik xətlərinin altında və ya böyük nəqliyyat şəbəkəsinin yaxınlığında inşa edilən evlərlə bağlı isə ayrıca bir qərarın veriləcəyi gözlənilir. Bax belə, və siz əziz izləyicilər belə bir konsepsiyanın yaxın müddətdə qəbul olunmasına inanırsınızmı? Çünki sənədsiz evlər problemi və onun həlli ilə bağlı illərdir müzakirələr gedir, amma ortada bir irəliləyiş yoxdur. Şərhlərdə bu barədə fikirlərinizi bölüşə bilərsiniz.